üçün deyək, bir dəri, yoluxucu, zöhrəvi xəstəliyi varsa, o müalicə tam alıb bitənə kimi məhdudlaşa bilər və yaxud da bu davamlı davam eləyirsə, deyək ki, uşağa şiddət. Bax, bu da çox vacib mövzudur, istəsəz buna toxunarıq ki, bu davamlı hal alarsa məhrum oluna da bilər. Aha, məhrum olunanlar bu kateqoriyadan olan vətəndaşlar. Hər ikisi. Yəni, qanunvericilikdə məhrum olma var və məhdudlaşdırma. Məhdudlaşma var. Aradan qalxan haldırsa, uşaq mənafeyinə ümumiyyətlə zidd olan hallar varsa, məhrum oluna da bilər, məhdudlaşa da bilər. Bu, aradan qalxan bir haldırsa, müəyyən zaman kəsində məhdudlaşa bilər. Bu, davamlı hal alsa və ya misal üçün dediyim kimi xəstələnməyi, yoluxucu bir xəstəlik ki, uşağa da keçə bilər, bu məhdudlaşır. Amma bu, davamlı artıq xronika hal alsa və yaxud da deyək, uşağa şiddət davamlı hal alsa, o halda məhdud olmaq üçün əsasdır. Hətta